Hər birimizin günündə biraz boş vaxt olur. Bəzən deyirik, boş vaxtım var, nə edim ki? Bax, elə bu sual həyatımızın istiqamətini dəyişə bilər. Kimisi kitab oxuyur, kimisi idmana gedir, kimisi də yeni bacarıqlar öyrənir. Amma bəziləri vaxtını mənasızlığa, tənbəlliyə, bəzən də pis vərdişlərə sərf edirlər. Elə orada, o boşluqda təhlükə gizlənir. Bir dostum vardı. O çox şən, çox mehriban idi. Hər gün futbol oynayardı, gülərdi, zarafat edərdi. Bir gün dedi, sadəcə bir dəfə yoxlayım, zərəri olmaz. Amma o bir dəfə onun ömründən illər aldı. Asudə vaxtı xəzinə kimidir. Onu necə xərcləyəcəyin kim olduğuna qərar verir. Boş vaxtını faydalı keçirsən, həyatın dolu olar. Amma mənasız və pis işlərlə doldursa, həyatın da boşalar. Unutma, vaxt səni zirvəyə aparar ya da dibə salar. Seçim səndən asılıdır. Asudə vaxtını ya öz xeyrinə istifadə et, ya da o səni udar.